Salam əziz xanımlar. Bugün sizinlə şokolad sosu pişirəcəyik. Bunun üçün bizə lazımdır kakao, süd, nişasta, un və şəkər tozu. Əvvəlcə 2 qaşıq şəkər tozu əlavə edirik. Xörək qaşığı. 2 dolu xörək qaşığı. Kim istəyirsə şirin olsun, 3 qaşıq da tökə bilər. Və kakaomuzu 2 xörək qaşığı kakao əlavə edirik. Yarımçıq olduğu üçün mən əlavə etdim. Və bunları qarışdırırıq. Şəkər tozuyla laxmamızı, şəkər tozuyla kakaomuzu qarışdırırıq. İki xörək qaşığı, dolu olmayan xörək qaşığı, başı boş un əlavə edirik. Və yarım xörək qaşığı nişasta, kraxmal əlavə edirik. Əgər kraxmal yoxdursa, 2 dolu xörək qaşığı un əlavə etmək olar. Bunları qarışdırırıq. Yaxşı bir-birinə qatdıqdan sonra südümüzü əlavə edirik. Yarım litr süd. Südümüzü də əlavə etdikdən sonra yaxşı çalırıq, həll edirik. Bu olduqdan sonra qazımızın üzərinə qoyuruq. Və qatı hala düşənə qədər qarışdırırıq qazımızın üzərində. Qatı hala düşən kimi götürürük. Qatlaşdı. Qazımızı söndürüb 50 qram kərə yağı əlavə edirik. Və özü burada əriyəcək. Sonra isə bundan piroqlarımıza, tortumuzun üzərinə, eklerin üzərinə istifadə etmək olar. Soyuyub bunu soyuducuda da bir neçə gün saxlaya bilərsiniz. Sağ olun, abunə olmağı unutmayın.